2025-ci ilin yanvarında bütün dünyanın gözü Amerika Birləşmiş Ştatlarındaydı. Yeni seçilmiş prezident Donald Trump'ın and içmə mərasimindən sonra səsləndirdiyi bəyanatlar təkcə Amerika üçün deyil, eyni zamanda bütün dünya üçün yeni bir istiqamət formalaşdırırdı. Onun dünyadakı münaqişələrin həlli istiqamətində verdiyi vədlər bir il keçmədi ki, öz icrasını tapdı. Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdi. Bu prosesin siyasi təsiri və beynəlxalq səviyyədə təsdiqi isə öz kulminasiya nöqtəsini 2025-ci ilin avqustun 8-də Ağ Evdə 3 ölkə liderinin görüşü zamanı yaşadı. Amerika Birləşmiş Ştatları daha əvvəl də o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərib. Lakin bu fəaliyyətlər heç vaxt danışıqlar mərhələsindən real nəticə səviyyəsinə keçə bilməyib. Təəssüf ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı qərəz olub. Azərbaycan əsasən öz resurslarına güvənərək ərazisi üzərində nəzarəti bərpa etmək üçün lazım olan hər şeyi etməyi bacardı. Bu, Vaşinqtonda fərqli bir atmosfer və anlayış yaratdı və ötən yay avqust ayında Azərbaycan və Ermənistan liderlərinin Trumpla zirvə görüşü keçirməsi ilə çox vacib bir mərhələyə gətirib çıxardı. İlk dəfə olaraq Ağ Evdə Azərbaycan və Ermənistan arasında gələcəkdə imzalanması nəzərdə tutulan sülh müqaviləsinin paraflanması prosesi başlandı. Üç lider Azərbaycan prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Ermənistanın baş naziri Nikol Paşinyan dünyanın siyasi mərkəzlərindən biri olan Ağ Evdən beynəlxalq ictimaiyyətə mühüm siyasi mesajlar ötürdülər. Amerika Birləşmiş Ştatları Azərbaycan münasibətləri qarşısında ən böyük maneələrdən biri 907-ci düzəliş idi və Amerika və Azərbaycan liderlərinin tarixi Vaşinqton görüşündə bu maddənin ləğvi məsələsi də gündəmə gəldi. Və Trump 907-ci düzəlişin icrasını bir il dayandırmaqla bağlı sərəncam imzaladı. İki ölkə arasında əlaqələrin ruhuna uyğun olaraq illərdir bu proses hər il yenilənirdi və Biden administrasiyası bu maddədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədi ilə bunu icra etməyi dayandırdı. Nəhayət bu ilin sonlarına yaxın Amerika Birləşmiş Ştatları Konqresinə bu ölkənin Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edildi. Bu onu göstərir ki, ilk dəfədir ki, iki ölkə arasında əlaqələr tamamilə xoş niyyət və səmimi məcrada irəliləyir. 2025-ci il Amerika-Azərbaycan münasibətlərində kəskin dönüş ili oldu. İlk dəfə Ağ Evdə iki ölkə liderləri arasında tarixi görüş baş tutdu və prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlıq xartiyası üzrə işçi qrupunun yaradılmasına dair memorandum imzaladılar. Beləliklə, Biden administrasiyasının uğursuz siyasəti fonunda Amerika Birləşmiş Ştatlarının maraqlarından kənarda qalmış Cənubi Qafqaz regionu ilə əlaqələrin gücləndirilməsi artıq bu ölkə üçün prioritet sahələrdən birinə çevrilir. Və bu, tək Cənubi Qafqazla məhdudlaşmır. Yeni administrasiya bu regionu Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının vacib bir hissəsi kimi görür. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bu il Ağ Evdə Mərkəzi Asiya liderləri ilə ilk rəsmi görüş keçirdi. Bu görüşün məhz bu dövrdə baş tutması da təsadüfi deyildi. Görüş zamanı Trump TRIP layihəsini vurğuladı və bu təşəbbüsün Amerika Birləşmiş Ştatları ilə Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirdi. Bu deməkdir ki, TRIP layihəsi iqtisadi rifah, investisiya, inteqrasiya yolu olacaq. Bu, Azərbaycan, Ermənistan və Gürcüstanın maraqlarını düşünməyən digər böyük aktyorlara daha az etibar etmək deməkdir. Düşünürəm ki, əldə edilmiş razılaşma və uzun müddət davam edən məsələlərin həlli bölgədə yaşayan insanların daha firavan bir gələcək üçün daha çox şanslarının olduğunu göstərir. Regiondakı nəqliyyat bağlantılarının mühüm halqası kimi nəzərdə tutulan bu dəhliz Amerika Birləşmiş Ştatlarının regionun iqtisadi inkişafına verdiyi əhəmiyyəti və özünün buradakı iqtisadi maraqlarını nümayiş etdirir. Bütün bunlar göstərir ki, Amerika Birləşmiş Ştatları artıq siyasi kursunu dəyişir və əvvəlki administrasiya dövründə diqqətdən kənarda saxlanılmış regionlara münasibətlərə artıq ciddi önəm verilir. Başqa sözlə desək, Azərbaycanla və daha geniş mənada regionla əlaqələr artıq Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olan administrasiyanın seçimi deyil, ölkənin xarici siyasətinin uzunmüddətli vizyonunun bir hissəsidir.